Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Kiberpolisin həyata keçirdiyi tədbirlərlə saxlanılan Zaur Nərmanov və qardaşı Fuad Nərmanovun rəhbərliyi ilə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş XBet və Mosbet platformaları üzərindən vətəndaşların qanunsuz mərc oyunlarına cəlb edildiyi müəyyən olunub. Həmin şəxslər Telegram platformasında yaratdıqları AZKash səhifəsi vasitəsilə qanunsuz onlayn mərc və kazino oyunları təşkil ediblər. Təqsirləndirilən şəxslər paytaxtın Xətai rayonu ərazisində mənzil icarəyə götürərək həmin ünvanda işçilər yerləşdirib, onları qanunsuz fəaliyyət üçün zəruri olan texniki vasitələr, bank kartları və mobil telefonlarla təmin ediblər. Mən Nərimanov Zaur Əlioğlu, qardaşım Nərimanov Fuad Əlioğlu ilə bir neçə ildir bir XBet saytı üzərində AZKash adlı kassa vasitəsilə kazino oyunlarını təşkil edirdik. Ofis əvəzi icarəyə ev və işçilər təyin etmişik, işçilər əmək haqqı vermişik. Əməliyyat tədbirlərinin davamı olaraq Zaur və Fuad Nərmanovlarla cinayət əlaqəsi yaratmaqda şübhəli bilinən dəstənin digər üzvləri Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədovun da saxlanılmaları təmin edilib. İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri XBet və Mosbet platformaları vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla legallaşdırıblar. Onların qanunsuz mərc və qumar oyunlarının təşkili yolu ilə ümumilikdə 10 milyon manat həcmində qanunsuz maliyyə dövriyyəsi həyata keçirdikləri müəyyən olunub. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zaur və Fuad Nərmanovlara, eləcə də digər təqsirləndirilən şəxslərə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onlar barəsində həbs, həmçinin digər növdən olan qəti imkan tədbirləri seçilib. Vətəndaşlara bir daha müraciət edərək sosial şəbəkələrdə və internet platformalarında təklif olunan XBet, Mosbet və digər qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Nəzərə alınmalıdır ki, bu cür oyunların qanunsuz təşkili, idarə olunması, eləcə də həmin fəaliyyətlərdə iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət və ya inzibati məsuliyyət yaradır.